Xoş gəlmişsiniz. Gəlin, buyurun içəri. Qısa tanışlıq. Doğma vətənimiz Azərbaycan və dünyanın bir çox ölkələrində Şeyx Sərdar Hacı Həsənli kimi tanınmış, görkəmli alim və din xadimi Babayev Sərdar Akifoğlu 1974-cü ilin mart ayının 12-sində Azərbaycanın Masallı rayonunda dünyaya göz açmışdır. Rayonun əsl və nəcabətli ailələrindən birində böyümüş Hacı Sərdar 7 yaşında məktəbə yollanmış və Sovetlər İttifaqı dağılan dönəmdə rayonun bir nömrəli məktəbində orta təhsilini başa vurmuşdur. Beşinci sinifdən bu uşaq dinə qulluq eləyib. Heç yaşı düşmürdü oruç tutmağa, oruç tuturdu, namaz qılırdı. Deyirdim ki, sən üçün hələ tezdir. Oğlan uşağına 15 yaşında düşür. Deyirdim, amma mənlə işin olması, mən Allaha vurğunam, eləyirəm. Ailədə biz 4 qardaş, 2 bacı idi. Öyle bir qardaş, balaca qardaşım dənizdə boğuldu o vaxt. Ondan böyüsü hacıdır. Hacı elə bir 74-cü ildir. Mən 65-ci ilə. Məndən 9 yaş balacadır yaşda. Nə qədər ki, atam sağ idi, evin elə böyüyü atamız idi, yəni məsləhətimiz, söhbətimiz həmişə bir yerdə idi. Atam rəhmətə gedəndən sonra and ol Allaha, onu böyük mən saymışam özümə, onu mən elə bir ki, həqiqətən də böyülüyə ləyaqəti var idi. Var idi, yox, biraz düz çıxma, var. 3 evladı var. Böyük qızı evlərdədir, 2 dənə nəvəsi var. Sobeşi qızı bu illəri məktəbə qabul olur, 515 bal toplayıb, yenə də qanun olmur ki, 2-ci tura gedim, biraz da artırım. Yəni, tərbiyəli bala böyüdüb, tərbiyəli evlad olub, mən ana, ata, heç vaxt ondan, nəinki ondan, balalarımın heç birindən inciməmişəm. Bir dəfə biz Sərdarla kiçik uşaq idi mən. Biz Lənkərdə idik. Gəldi ki, bəni də aparın özündən. Biz onu aparmadıq. O daldan bizə dedi ki, gelin görüm çata biləsiniz ona ya yox. Getdiyi yolda hadisə oldu, geri qayıtmalı oldu. Gedib mənzil başına çatanmadı. Bizim evimiz məktəbin yolu üstündə idi. Hər gün səhər çağda şeyx gəlirdi, məni evdən çağırırdı, məktəbə gedərdi. Yəni 10 il bizim davamiyyətli belə bir məktəb illərimiz oldu. Şeyx də məktəbdə 6 oğlan, 22 dənə qız var idi sinifimizdə. 6 oğlanın içində elə şeyxlə biz yerdə gəzirdik, yerdə olurduq. 90-cı illərdən indiyə kimi hardasa 26-27 il keçib. Babayev Sərdar Akifoğlu bizim xatirəmizdə həmişə gözəl şagird kimi qalıb. Siniflərində fərqlənən şagird olub, gülərüz, mehriban,
bütün şagirdlərdən fərqlənib. Əsasən humanitar fərqlənib, ədəbiyyatı, şeiri yaxşı bilir. Onun haqqında ancaq müsbət xarakteristika vermək olar. Mən bu vaxta qədər üstündən 30 ilə yaxın, 26 il, 27 il, 30 ilə yaxın deməkdir. Keçməyinə baxmayaraq, mən Sərdar haqqında bir adamdan, məsələn, onun hər hansı bir mənfi keyfiyyəti haqqında bir şey eşitməmişim. Həmişə onun müsbət, xeyirli işlərindən hardasa eşitsəm də eşitmişəm. Mən ona 4-cü, 10-cu sinifdə dərs demişəm. Mən orta məktəbi qutarana qədər də tarix müəllimi olmuşam. Oxuduğu müddətdə özünü həmişə intizamlı, ədəb-ərkanlı aparıb, yoldaşlarına qarşı çox səmimi olub. Dərslərinə də mütəmadi gəlib, davamiyyəti yaxşı olub. Mən tarix müəllimi kimi, ictimaiyyət müəllimi kimi deyə bilərəm ki, o həmişə dərslərinə yaxşı hazırlaşırdı və qiymətlərindən 4-5 qiymət alırdı. Koridorda və yaxud başqa yerə, ictimai yerlərdə də özünü çox ədəb-ərkanlı, intizamlı aparırdı. Bizim sinif məktəbdə tərbiyəli uşaqlar kimi tanınan siniflərdən ki, ən yaxşı tərbiyəli. Bizim də sinifdə ən yaxşı ədəbiyyatçı, tarixçi də şeyx idi. Yəni, tədbirlərdə də məsələn, şeyx diktor olurdu. Məsələn üçün, təsəvvür edin, müəllim dərsə gəlməyib, ədəbiyyat müəllimi dərsə gəlməyib. Dəstə rəhbəri var idi, o vaxt müəllimləri əvəz eləyən. Gələrdi, girərdi içəri, çağırardı şeyxi, de çıx dasqan qabağına. Şeyx 45 dəqiqə qəzəl deyərdi. Vallahi, 45 dəqiqə qəzəl. Hətta uşaqlıqda müəllimlər ki, 4-cü sinifdə bizə dərs verirdi ki, məsələn, nağıllar. Gedirdik, kitabxanadan şeyxlə verirdik. 200 nəfər gedirdik, kitab alırdıq. O vaxt yadıma gəlir, Ağatlının nağılı var idi. Çox uzun nağılı idi. Şeyx dayanmadan bir dərs boyu bütün Ağatlının nağılını danışırdı. Ağatlı da orada bir Ağatlı idi ki, yəni bir gün gələcək, qurtarıcı kimi gələcək. Ki, hər kəsi bu divi məğlub eləyib, zalim divi məğlub eləyib cəmaatı rahatçıq, azadlığa. Hələ şeyxin dediyi Ağatlı, inşallah hələ vaxtı ilə Ağatlı dedi, bugünkü gün İmam zamanı imiş. Məktəbdə əgər özü idmana girsəydi, qız uşaqların qoymurdu ki, müəllimlə dava edirdi, amma qız uşaqların qoymurdu idman eləməyə. Bir gün oldu, müəllim gəldi qapıya ki, mənə şikayət edir ki, sənin evladın qoymur mən qızları idman elətdirəm. İkisi gəlmişdi, bir nəğmə müəllimi, bir bədən tərbiyə müəllimi. Səs salır ondan, imkan vermir, qoymur qızlar mahnı oxusun. Dedim, da ona şikayət eləməyə dəyməz, mahnı, nəğmə dərsi özü elə səsli küylü dərsdir də. Dedi, aha, bu da bunun anası. Bunu xoşu gəlmədi ki, mən onu müdafiə elədiyimə görə. Durdu, çıxdı, getdi. Bu vaxtı haradasa biz 4-də oxuyurdu, 3-də oxuyurdu şeyx. Onunla Zəkəriyə deyilən bir Quran müəllim vardı, onun yanına dərsə gedirdi. Özə başını heç vaxt qabaqda qoymazdı. Hələ yağışda, qarda gördüm, qucaqlayıb Quranı salıb, qara qutqası vardı onun altına, qaça-qaça gedirdi, uzaq idi evlərindən. Hər gün Qurana gedərdi, dərsə gedərdi. Hətta bir də çox maraqlı bir şey var. Sovet hökumətinin illərində, 87-88-ci illərdə sinifdə 4 dənə qıza yaylıq ağlatdırdı. Vallahi, Sovet hökumətinin dövrlərində idi. O qədər təbliğatı, o vaxtı da yəni bunun dini təbliğatı, dini mədəniyyəti, dini əxlaqı var idi. Hətta qızların 4-ünə yaylıq bağlatdırdı. Bəzi müəllimlər buna qarşı da çıxdı. Hətta əl atı başına yaylıqda. Düzdür, bir 2 ay çəksə də 4 qızın başına yaylıq atdı. Həmin vaxtı bizə hətta elmi ateizmlə keçirdilər. Allahı inkar eləməklik filan, bəsməşan, belə bir şeylər. Ancaq həmin dövr ərzində mən balaca qardaşım olmağına baxmayaraq, uşaq idi hələ. Görürdüm, bu Quran dərs oxuyur. Mənim buna maraqlı idi. Mən dedim, qardaş, bu nədir? Bundan niyə maraqlansaq? Dedim, bu Quranın elə bir şey başlanğıcıdır. Əlifbasını öyrənirəm, Quranı öyrənirəm.
Deyim, ona mən öz söhbətlərimizə hələ o vaxtı deyim, o kişi, bizə deyirlər Allah yoxdur, sən nə deyirsən? Deyir, nə danışsan sən? Belə şey olar. Deyim, bizə deyirlər, bundan belə kurs işi yazmalısan ki, Allahı inkar eləməlisən, yoxsa sən kursdan kursa keçilmər. Yəni, o vaxt o dinlə məşğul olurdu, maraqlanırdı. Masallıda və eyni zamanda rayondan kənarda İslam maarifinin təbliğinə başlamış Şeyx Sərdar mənəviyyat və dini məlumatını genişləndirmək məqsədi ilə zəmanəsində yüksək əxlaqı və elmi səciyyələri ilə tanınmış mərhum Ustad Molla bəylərdən təhsil almağa başlayır. Mən onu 13-14 yaşlarında rəhmətli Molla bəylərin yanına gələndə görmüşəm. Çox istedadlı bir insandır və bu günlərdə biz onunla fəxr edirik ki, ona görə ki, bir ruhanidə bir neçə xüsusiyyət cəm ola bilmir. Amma Şeyx Sərdarın həm şücaəti, həm elmi, həm imanı, həm təqvası o qədər bir-birini tamamlayır ki, həqiqətən də insan Şeyx Sərdarı görəndə iman yadına düşür. Şeyx Sərdar bizim mücahid qardaşımızdır. Allah onun qapısını açsın. Və mən də elə bu yeri seçməkdə məqsədim bu oldu ki, Şeyx Sərdarla bizim ilk ustadımız Molla bəylər olub. Hər nəyimiz var, Molla bəylərdəndir. Mən hələ uşaqlıqda görürdüm ki, haradasa onun bilmirəm indi 13 yaşı olardı, 12 yaşı olardı. Bir bölük cavan uşaqlarla, öz sinində olan uşaqlarla dərs oxuyurdu, təlim alırdı. O kiçik yaşlarından onlar dini təlimi öyrənməyə məşğuldular və fəaliyyət edirdilər və gözəl danışığı var idi, başarığı var idi və Molla Bəylər əminin yanında da təhsil alırdı. Mənim onunla aşinalığım təqribən bu illərə qayıdır. Çox tez bir zamanda zəkası və elmə həvəsi ilə mərhum ustadın diqqətini cəlb etmiş gənc Sərdar təqribən ustadın ömrünün axırına qədər xüsusi şagird qismində ondan bəhrələnir. Ta Molla Bəylər xəstələnəndə ta gedirdi, evinin qapısından əl çəkmirdi. Elə bil, Molla Bəylər də elə bir adam deyildi. Məsələn, Molla Bəylər istəməzdi kimsə narahat olur. Ancaq bu isə, məsələn, o qədər yaxınlıq eləmişdi Molla Bəylərə. Xəstə olanda gedirdi, məsələn, qışların masaj edirdi. Molla bəyləri həqiqi ustad və mənəvi ata, göstərişini isə özü üçün fərman qəbul edən Sərdar, əldə etdiyi ölkə daxili şöhrət və ticarətdə qazandığı uğurlara baxmayaraq, ustadın göstərişi ilə dini təhsilini ali dərəcədə davam etdirmək məqsədi ilə İslam elmləri mərkəzi olan Müqəddəs Qum şəhərinə yollanır. Sovet rejimi dağılandan sonra yollar açıldı, bu da elə bir Bəylərəmin yanında təhsil alırdı, Cəllabadda. Orada Cəllabadda Bəylərəmi bunu istiqamətləndirdi. Dedi ki, sən məsləhətdir, sən ged elmi davam elətdir. Ged Qum şəhərində oxu. Orada da öz zehnin güclüyü ilə, düşüncəsinin, dərrakəsinin güclüyü ilə fəxrlənən bir tələbə idi. Gözəl danışığı var idi, cəzzab danışığı var. Əgər Şeyx Sərdara biz tanımaq istəsək, müraciət edək onun video filmlərinə, vaqəən onun danışığı insana çox böyük təsir buraxır. Sovetin o qırmızılaşmamış mollaların həqiqi ruhanilərdən o təhsil ala bilmişdi. Həm sonra çox gözəl təhsilini ən ali şəkildə davam elətdirə bilmişdi və ölkədə də ən uğurlu ruhanilərdən, xətiblərdən biri idi və bu gün də elədir. Mən arzu edərdim ki, inşallah həm Hacı Sərdar əzizimiz, həm digər bütün əziz ruhani qardaşlarımız, bütün ümumən dindarlar, həbsdə olanlar hamısı azadlığa çıxsınlar tezliklə və öz fəaliyyətlərini göstərsinlər. Elmi baxışları və xeyirxah düşüncələri ilə fərqlənən Hüccətülislam Şeyx Sərdar 10 il uğurlu təzkiyə və təhsildən sonra 2000-ci ildə Bişkek şəhərində yerləşən İran-Qırğızistan İslam Universitetinə müəllim kimi dəvət alaraq beynəlxalq səviyyədə elmi fəaliyyətə başlayır. Bizi İslamın qaydaları ilə böyüyüb, bizi başa salıb. Uşaq vaxtı hətta yadımdadır. Gəlirdi bizə, deyirdi ki, hələ hazır dörsüz. Deyirdi, ağa, nə üçün? Durun, gedirik, məsciddə məclis var və hər hansı bir mərasim var. Gedirdi uşaq var. Hətta mən bir-iki dəfə mikrofon vermişdilər, uşaq idim Qırğızistanda, Qazaxıstanda, Mərsiyə deyirdim.
20-ci əsrin birinci yarısında Qazaxıstan və Qırğızstana sürgün olmuş həmvətənlərimizin taleyinə biganə qalmayan Şeyx Sərdar Qazaxıstanın Xarici Dillər Universitetində tədris işləri ilə yanaşı, həmçinin Almatı və digər bölgələrdə əhalinin dini ehtiyaclarını ödəməyə çalışır və İslam dinini təbliğ edirdi. Əyimmət harda belə görürük, bəzən bir yerə nümayəndə göndərəndə ona deyirdi, get, insanlara xidmət elə. Onlar ya müsəlmandırlar, ya müsəlman deyirlər. Əgər müsəlmandırlarsa, sənin din qardaşındırlar. Əgər müsəlman deyirlərsə, onlar səndən insan olaraq yaranışıqda eyni yaranışdan olduğunuzda bərabərsiz. Yəni, insaniyyətə görə onlara xidmət elə. Yadıma gəlir, Şeyx Sərdar danışırdı, deyir, Qazaxıstanda bir gün tramvayda gedirdim. Bəlkə də özü razı olmaya bu şeyləri danışmağımıza çıxıb, bizi bu şeylərə görə danlaya. Amma hər halda biz yenə danışırıq ki, hamı üçün örnek olsun bu məsələlər. Deyirdi, tramvayda gedirdim, birdən gördüm bir yaşlı Rus qadını narahat oldu, durdu ayağa. Nəsə axtarır. Axtara, o bəlli miqdar, indi mənim yadımda deyir, o pul vahidi ki, hansı pul vahididir. O bəlli miqdarı deyir, narahatdır ki, mənim bu qədər pulum itib, həyəcanla. Deyir, mən baxdım, gördüm, bu arvad o pulu tapmasa, bəlkə də ürəyi dayanacaq bu dəqiqə. Ətrafdakılar da hamı izləyir bunu. Mən deyir, tez yavaşca çıxartdım onu dediyim miqdarı, attım bu qadının əyağının altına. Bu qadın nigaran halda axtara, birdən pulu gördü, sevincə tez pulu götürdü, Allaha şükür elədi, şükür, qoydu cibinə, rahatlaşdı, oturdu yerində. Mən deyir, o dayanacağım stansiyaya çatanda düşdüm. Düşdüm, gedirdim, bir də gördüm, arxadan məni kimsə çağırır. Çörükdüm, deyir, gördüm bir dənə orta yaşlı bir qadın, çox dəbli geyimdə, hətta şeyx deyirdi, onun o əynindəki şubanın heç olmasa bir $3000 qiyməti var idi. Bu qadın deyir, dedi ki, oğlum, mən burada düşməyəcəkdim. Mən sənin o tramvayda elədiyin hərəkəti gördüm. O qadın o qədər həyəcanlı olduğu halda sənin ona yardım eləməyi, necə yardım eləməyi mən gördüm. Özümə borc bildim ki, düşüncəlim, sənə təşəkkür edeyim. Bir dənə gəldim, bunu sənə deyəm ki, çox sağ ol ki, varsan. Çox sağ ol ki, sənin kimi insanlar yaşadığımız cəmiyyətdə var. Şeyx Sərdarın bir ruhani olaraq cəmiyyətimizə böyük töhfələri var. Həm ziyalı kimi, həm ruhani kimi, həm müasir dini cəmiyyətə çatdıran bir insan kimi bugün xüsusən cavanlarımızın belə bir ruhani ehtiyacı var. Şeyx bizim cəmiyyətin mənəvi həkimi idi, mənəvi insanların bu dəqiqə sosial vəziyyətin aşağı olduğu bir vaxtda, insanların həyatdan bezdiyi vaxtda həyata bağlayan bir şəxs idi Hacı. Hacının şəxsiyyətinə gəldikdə, belə düşünürəm ki, Hacı özünü Azərbaycanda yox, təkcə Azərbaycanımızda yox, bəlkə İslam dünyasında bir çox məntəqələrdə öz ruhani şəxsiyyətini təsdiqləmiş bir ruhani hesab edilir. Onun o yüksək səviyyəli elminə malik olması, nə cəmiyyət arasında onun şöhrətli və adlı sanlı olması, cəmiyyət tərəfindən sevilib və seçilməsi heç vaxt onu ilahi təqvadan uzaq sala bilmədi. Postsovet məkanında müstəqil düşüncələri və sağlam dini baxışları ilə toplumun sevimlisi olan dəyərli alim və istedadlı xətib 2008-ci ildən etibarən doğma vətəndə xalqına xidmət etmək qərarı verir və nəhayət Azərbaycana qayıdır. Mövlananın bir sözü var ki, bizim danışanlara yox, nümunə olan insanlara ehtiyacımız var. Şeyx özü bir nümunə idi. Boş elə danışmırdı. Bizdə bir əvvəllər Sovet dövründə bir qalma məsəl var idi ki, mollalar deyir ki, bizim dediyimizi deyin, ancaq elədiyimizi eləməyin. Ancaq şeyx özü bir kəs idi ki, onun həm dediyi ilə əməli üst-üstə düşürdü. Elə bir insan idi ki, həm dediyi ilə əməlləri daha çox bizə örnəkdir, hərəkətləri bizə örnəkdir şeyxin. Ən imtiyazlı cəhəti də Şeyx Sərdarın Allaha bağlılığı və onun həyatında baş verən ixlası idi. Bütün əməllərində ixlaslı idi. Heç bir əməlin ixlas olmadan heç bir əməlin icra eləməyib. Özü düşünmədiyi şeyləri başqalarına, özü düşünməyib, özü əməl eləmədiyi şeyləri başqalarına da təklif eləməyib.
yolun bilən, yerin bilən, elmi ilə helmi uyğun gələn, insanlarla davranışın bilən. Mən həqiqi mənada qardaşımdır deyən demirəm. Yəni, onun əsl mənasında, sözün əsl mənasında elminə əməl edən alim idi. Heç vaxt öz fikirlərin dini məsələlərə qatmadı. Hər bir yerdə Peyğəmbərin, əyimmənin sözü varsa, şeyxin özünün, o məsələdə əgər fərqli sözü də olsa, şeyx o Əhl-i Beytin, Allahın sözünün müqabilində diz çökdü, tam mənada təslim oldu. Bu şeyxin bir ruhani kimi özəlliyidir. Çox sadə, səmimi ünsiyyətlə cəmiyyətdə yaşayıb, həmişə özündən böyüklərlə, böyüklər kimi, özündən kiçiklərlə, kiçiklər kimi davranıb və yaşayıb və həmişə bu xüsusiyyətdə və cəmiyyətimizin dili ilə insanlarla danışıb, bunlar hamısı onun sayəsindədir ki, Şeyx Sərdar qardaşımız heç vaxt ilahi təqvadan uzaq düşməyib. Kifayət qədər dini biliklərə malik olan və malik olduğu bilikləri ifadə etməyə gözəl nitqə sahib olan, gözəl nitqi ilə bu bilgilərini çatdırmağa qadir olan bir insandır. Bu tədbirlərdə, bu konferanslarda, bu müxtəlif formatlarda biz birgə fəaliyyətlərimiz olub. Ən əsas diqqətimi çəkən mövzu səmimiyyəti olub. Ən əsas mövzu məsələlərə emosional deyil, əqli yanaşması olub. Bəzi məsələlərdə əgər müxalif məzhəblərdən olan insanlarda, məsələn, mən qalırdım burada ki, bunu eləməyimiz doğru olar ya olmaz. Mən görürdüm, yox, şeyx üçün bu məsələdə fərq yoxdur. Yəni, əgər məzlumdursa, ehtiyaclıdırsa, insandırsa, şeyx ona kənarda saxlamırdı. Yəni, bir insan müxalif məzhəbdən də olsa, hətta İslamdan kənar bir dinə aid olan insan da olsa, bu şeyxin geniş, böyük ürəyi, açıq düşüncəsinə söykənən bir dənə məsələ idi. O evə hər gələndə gəlib mənlə boş vaxtını ancaq mənlə keçirdirdi. Ata xəstə oldu. 2 ay ağır xəstə oldu. O adam evə girib yola döşəyə girmədi. Səhərəcət o qravatının yanında oturdu. Elə bir evladdı. Bir insanın bir fikrini bəyənməyə bilərdi. Ancaq ona o qədər hörmətlə yanaşırdı. Deyirdim, ay hacı, sən niyə belə bu cürə danışır, sən onu qəbul edirsən. Deyir, o onun fikridir, onu səbirlə dinləməliyəm və ona əgər mümkün olsa istiqamətləndirməliyəm. Yox, mümkün dörsə, başa düşməsə, əgər bir şey qəbul eləmirsə də mən onu idarə eləməyə gücüm yoxdur. Onu mən məcbur eləməməliyəm. Nə təhər istəyir. Hətta bəzən cümə namazından sonra ruhi cəhətdən zəif insan bir dövrdən yaxınlaşırdı. Ona eyni sualı 3 dəfə, 4 dəfə ona verirdi. O elə təmkinlə ona cavab verirdi. Rayonda gecələr çıxıb gəzəndə görür ki, kimisə maşın tapa bilmir, qalır, onu evinə apardı. Evinə apararkən onun hətta problemləri ilə maraqlanır ki, nə problemim var, nə əlimizdən gələn eləsinə olub ki, dərman alıb verib, eləsinə maddi yardımlar eləyirdi. Yəni, insanlara ən böyük özəlliyi deyərdim ki, hacının diqqətçil olması, səmimi olması idi. Əməlləri ilə dediyim kimi danışığın üst-üstə düşməsi ki, hacı elə bir şəxsiyyət idi. Onu sevdirən bizə həqiqətən sadəliyi idi, səmimiyyəti idi, bir də diqqəti idi. Mən bunu məsuliyyətlə deyə bilərəm ki, Hacı Sərdar Hacı Həsənli bir İslam övladıdır. Azərbaycanın bugünkü günündə, bugünkü durumunda, bugünkü vəziyyətində çox böyük ehtiyacı olduğu bir həqiqi ziyalı, həqiqi ruhani olan bir İslam övladıdır. Bizim dinimiz, bizim əqidəmiz, düşüncəmiz, həyatımız əvvəli sonu təqvadan ibarətdir. Əgər Allah Rəsulü cümənin günü 2 xütbənin hər ikisində insanları təqvaya dəvət edirdi, istəyirdi. Onlara deyə ki, baxın, bu hər bir xütbəmizin ayrılmaz hissəsi təqvadır. İnsan evladının saadətinin əvvəli də təqvadır. Ortası da təqvadır, axırı da təqvadır, hamısı təqvadır, təqva yəni Allah qorusun. Cəlaləddin Ruminin, Mövlananın kəlamında var, deyir, mən dostlarımı təkcə qəlbimlə sevmirəm, dostlarımı zehnimlə sevmirəm. Çünki qəlb bir gün hərəkətdən dayanacaq,
Zeyn bir gün unutqanlığa, unutmağa məhkumdur. Mən dostlarımı ruhumla sevirəm. Çünki ruh heç bir zaman qəlb kimi hərəkətdən dayanmayacaq və zehin kimi heç vaxt unutqanlığa məhkum deyil. Ruhun dostluğu həm bu dünyada var, həm axirətdə də. Şeyx Sərdar dostluğu elə həm bu dünya və həm axirət dostluğu deməkdir. Yadımdadır, biz uşaq ikən çağırırdıq ağanı pəncərədən, həyətdən ağa çıxırdı pəncərəyə. Ağadan dondurma pulu istəyirdi. İndi uşaq nəyi xoşlayar, onların pulunu istəyirdi ki, alaq. Ağa nəinki bizə, bütün uşaqlara hətta verirdi ki, hamımız alın yiyin. Bir dəfə də ağa alça almışdı bir kisə. Biz həyətdə uşaqlarla durmuşduq. Ağa gətirdi, qoydu vlokun qabağına, yadımdadır. Uşaqlar, bəlkə 20 nəfər, 30 nəfər, hər cür uşaqlar gəldi. Ağa da durmuşdu, baxırdı bizə. Yəni mən uşaq olsam da hətta baxdım ona, gördüm ki, həqiqətən də ağa sevinir. Ya masalın özündə məsələn biz arada çıxmışıq gəzməyə, yağışlı, qarlı havada görüb bir nəfər durub astronomkada getməyə maşın gözləyir. Götürmüşük, onu aparmışıq, qoymuşuq evlərində. Mənim özümlə Nisivə rayonunda olub, birən deyib ki, ehtiyacım var, anam xəstədir ya falan. Özündə pul olmayan deyib, bacı mənə deyib, tap ver ona. Dəfələrlə biz onu görmüşük ki, fəqir, yoxsul, miskin gördüyü zaman, bir yetim gördükdə o qədər sadələşir, o qədər onun qarşısında təvazökarlıq nümayiş etdirir ki, yəni onu vəsf etmək belə gərək hər bir insan onu görə, müşahidə edə. Lakin birdən həmən o sadə, təvazökar görünən insan hər hansı bir ilahi hökmün müdafiəsi lazım gəldikdə tamamilə ciddi bir insana çevrilir. Bir də görürdük, məsələn, gedirdik indi, marketə girmişik. Gördüm, şeyx oradakı o işçilərlə zarafat edir. Onları hey dindirir, xoş dillə falan belə. Səbəbin soruşanda gördüm, şeyx deyir, bunlar gün ərzində burada ağır həyat keçirdirlər. Müxtəlif növ insanlarla qarşılaşırlar. Biri bunları əsəbləşdirir, biri bunlarla böyük danışır. Hər halda bunlar təzyiq altında olan bir dənə həyat yaşayırlar. Mən öz növbəmdə istəyirəm bu neçə kəlmə zarafat eləməklə bunların ruhiyyələrini təzəliyim, bunlar özlərinə gəlsinlər. Ta indi bundan sonra hələ neçə saat bunlar işləyəcəklər. Bir daha deyir, gələndə parkda görün bir dənə qoca kişi oturub belə çox qocadır belə. Yaxınlaşdım, dayı nə işdir? Çox vaxt onlar içkili adamlar olur o tərəflərdə. Deyir ki, bəs gəldim oğluma dəymək, oğlum evdə yoxdur, harasa gedib, işdən əlaqədar. Deyir, mən bunu götürdüm, gətirdim evə. Kişini yemək, içmək, otağa ayırdım, biraz da ehtiyat edirdim belə. Mesela ki, görüm abırlı kişidir. Mesela səhər kişinin pılı qutarmışdı, cibinə də pıl da basdım, kişi getdi. Üstündən bir gün mü, 2 gün mü gördüm, zıvanaq çalır qapını. Deyir, açdım, deyir, gördüm ki, bir dənə belə hərbiçidir. Dedim, nə işdir? Deyir, Şeyx Sərdar sözüdür də. Deyir, mən atam yollayım. Deyir, atam dedi ki, ged o qardaşı ziyarət elə. Deyir, kişiyə o qədər təsir qoymuşdu. Öz oğlu kimi mənə hesablayırdı. Təkdə dost idi. Şeyx dost olduğu adamdan qardaş olurdu. Hər kəsə qarşı çox yaxşı rəftar edirdi. Hətta bir məclisdə girib, məsələn üçün, oturub şeyx ağır adam idi, yəni biraz çəkili adam idi, kök adam idi. Otağa bir 10 nəfər də girsədi, şeyx uşaq da girsədi, böyük də girsədi, şeyx ayağa qalxaldı, ehtiram edərdi. Şeyx muzələrində dedi, məsələn bir şücaətdən danışırsa, şeyx şücaətli idi. Şeyx qeyrətdən danışırsa, şeyx qeyrətli idi. Şeyx əgər əxlaqdan danışırsa, şeyx əxlaqlı idi. Şeyx bütün danışdıqlarını özündə toplayıb, öz həyatında yaşaya-yaşaya onu danışırdı. Şeyx Sərdar dostluğu, yəni Allaha bağlılıq, Allahla yaxın olmaq, Şeyx Sərdar dostluğu, yəni dəqiq mövqelər sərgiləmək, dini düşünmək, dini insanlara düzgün düşündürmək. Şeyx Sərdar dostluğu insanlara bu hissi bəxş eləyib. Mən həmişə Şeyx Sərdar dostluğundan bu şeylər özüm üçün hiss eləmişəm.
Masallıda çox sevilən ruhani kimi Qafqaz Müsəlmanlar İdarəsinin Cənub bölgəsi üzrə nümayəndəsi və qazisinin dəvəti ilə Masallı şəhər Cümə məscidində cümə xətibi kimi fəaliyyətə başlayır. Masalda ondan xahiş elədilər ki, gəl cümə namazı qıl. Qafqaz Müsəlmanları İdarəsinin Cənub nümayəndəsi Mirqiyas xahiş elədi ki, gəl cümə namazı qıl. O da cümə namazı başladı qılmaq. O vaxtdan 2008-dən bizdə cümə namazı qılınır. 2017-ci il fevral ayının 22-sində Masallı rayon məhkəməsi Azərbaycan Ruhanilər Məclisinin üzvü Maidə Az saytının baş redaktoru Ruhani Sərdar Babayev barəsində həbs qəti imkan tədbiri seçir. Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 168 1.3-cü maddəsi, yəni dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma ittihamı irəli sürülür. İlk olaraq Sərdar Babayev barəsində 37 gün həbs qəti imkan tədbiri seçilir. Daha sonra isə bu müddət bir neçə dəfə uzadılır. Bugün ağa həbsdədir. Təbii ki, cismani olaraq, yəni biz ağa ilə qürur duyuruq. Ağa həbsdə olmasına baxmayaraq bizim yanımızdadır. Şüarlarımız da var. Biz ağanı fəxr edirik ağa ilə. Ağa bugün həqqin yolunda, dinin uğrunda, düz bildiyi uğrunda hərəkət eləyib. Şeyx Sərdarın bu günləri tutulmasının da barəsində mən neçə nöqtəni ərz edeyim ki, Şeyx Sərdarı namaza görə tutmayıblar. Onu təfəkkürünə görə, düşüncəsinə görə tutublar. Çünki o təfəkkür tərzi heç kimə sərf eləmir. Ona görə də Şeyx Sərdar bəziləri elə bilirlər ki, namaza görə tutulubdur. Əslən belə deyir. Məhəmməd ümməti əli şiyəsiyir. Bu da əliyə xidmət edir, Allaha xidmət edir. Allaha xidmət eləyən evladı namaz üstə həbs eləyərlər. Nə qədər də gülünc bir ittihamla həbs olunsa da, hər halda yenə bizim üçün fəxirdir, şərəfdir ki, ağa qeyri-adi bir cinayətkar yox, məhz namaz məhbusu statusuna layiq görülüb. Bunun həbsindən sonra da gələn reaksiyalar onu göstərir ki, bu həbsdən ilk olaraq Azərbaycan itirir. Bu həbsdən ilk olaraq Azərbaycan dövlətçiliyi itirir. Şeyx Sərdarın təfəkkürü, Şeyx Sərdarın düşüncəsi doğrudan da bir təfəkkürdür ki, bugünkü müasir həyatda İslamın çatdırılmasında onun gözəl mövqeyi var və əsl İslamı insanlara çatdırır. Ola bilsin əllərinə qandallırlar, ola bilsin həbs həyatı yaşasın, amma düşüncələri, fikirləri, ideologiyalara qandal vurmaq, onları həbs eləmək qeyri-mümkündür. Səcdənin əsəri budur, bir oğul 30 minin qabağında, biyə heyhat minnəsillər. Orada ət də var, qılınc da var. Tənha bədəndə var, 30 minlik qoşunda var. Amma bir dənə dəyişməyən mövqe. O ki Hüseyin ibn Əli tamamı düzü dünya fikirləşir, onların qabağında adam təslim olmalıydı. Bu ki Hüseyin ibn Əli təslim olmur. Soruşsun, axtarsın, bu nəyin təsiridir Hüseyin ibn Əlini belə elədi? O Qur'an-ı Kərim deyən səcdənin əsəridir.